إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد الحديث التاسع والأربعون İmam İbn Rəcəb rahimehullah buyurur ki, 49-cu hədis. An Ömər ibn el-Xattab radiyallahu anhu anin Nəbi sallallahu aleyhi və səlləm qal. Ömər ibn el-Xattab radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm belə dediyini rəvayət edir. Ləv ənəkum təvəkkəlunə aləllahi haqqa təvəkkülihi lərəzəqakum kəmə yərzuqut tayr. Əgər deyir siz Allaha haqqı ilə təvəkkül etsəniz, Allah quşu ruziləndirdiyi kimi sizi də ruziləndirər. Təğdu ximasa və təruhi bitanə. Öz yuvasından ac olaraq qarnı boş çıxır, geri qaydanda isə qarnı dolu, tox qayıdır. Bu hədisi də İmam Əhməd və Tirmizi və Nəsai və İbn Məcə rəvayət edib, İbn Hibban həmçinin öz səhihində Hakim də rəvayət edib, Allah onların hamısını rəhmət eləsin və İmam Ət-Tirmizi rahimehullah buyurur ki, hədis həsən, sahih hədisdir. Deməli, qardaşlar, bax, bu da təvəkkül məsələsində çox əzəmətli, usul hədislərdən hesab olunur. Şeyx Abdülmuhsin Əl-Abbad hafizəhullah buyurur ki, bu hədis deyir, Allaha təvəkküldə üsuldur. Təvəkkül məsələsində üsuldur və həmçinin burada şəriətdə icazəli olan, məşru olan səbəblərdən tutmaq da buraya daxildir. Yəni, çünki deyir, səbəblərdən tutmaq təvəkkülü aradan qaldırmır. Əgər bir insan səbəblərdən tutursa, eyni zamanda da Allaha təvəkkül edir, o demək deyir ki, o səbəblərdən tutmağı təvəkkülünə zərərdir, xeyr. Və deyir, Peyğəmbər sallallahu aleyhi ve selləm həmən bu təvəkkül edənlərin seyyidi idi də, böyüyü idi. Allaha ən yaxın olanı idi, düzdür? Peyğəmbər sallallahu aleyhi ve sellem. Amma deyir, bununla yanaşı, Məkkənin fəthi ilində, Məkkəyə daxil olanda deyir, başında deyir, dəbilgə ilə girir. Dəbilgəni, döyüşçülər necə girir? Dəbilgə, zireh və s. giyinirlər, düzdür? Bunlar nədir? Səbəbdir. Bunlar səbəbdir. Və Peyğəmbər sallallahu aleyhi və sellem baxmayaraq ki, bu Allaha təvəkkül edənlərin başçısı idi, ən öndə gedəni idi və hətta Məkkə təslim oldu, Məkkə əhli təslim oldu və Peyğəmbər sallallahu aleyhi ve sellem öz ordusu ilə, səhabələri ilə Məkkəni fəth zamanı daxil olanda Məkkəyə öz zirehi ilə girir. Başında da dəbilgəsi. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem biz baxırıq ki, hər zaman bizi təvəkkülə yönəldəndə səbəblərə də yönəldir. Səbəblərdən də tutmağa yönəldir bizi, cəm eləməyə. Yəni ona görə İkisini həmişə nə eləmək lazımdır, qardaşlar? Cəm eləmək lazımdır. Həmişə alimlər deyir ki, yəni təvəkküllə səbəbləri cəm eləmək necədir? Yəni nəyə bənzəyir? Təvəkkül qəlbi məsələdir axı. Qəlbi bir məsələdir təvəkkül. Səbəblər isə həmişə feillərlə bağlı, əzalarla bağlı bir şey olur. Hansısa bir səbəbdən tutursan da. Ona görə deyir, qəlbin Allaha bağlanmalıdır, qəlbin Allaha etimad eləməlidir, ona güvənməlidir. Əzalarınla da neysən? Səbəblərdən tutursan. Savaşa gedirsən, cihad, mücahidsən. Sən nədir? Hədəf nədir? Düşməni məğlub eləməlisən, düzdür? Denən ki, mən Allaha təvəkkül edirəm. Silah nədir? Şey nədir? Qılınc nədir? Zireh nədir? Branjilet nədir? Dəbil. Mən elə ki, tank, top lazım deyil mənə. Mən Allaha təvəkkül edirəm. Allah istəsə səni müvəffəq eləyər. Allah istəyirsə, birincisi Allahın o kafiri, o düşməni məhv eləmək üçün sənə ehtiyac yoxdur ki. Allah Subhanahu ehtiyacsızdır. Allah Subhanahu sadəcə bunları, nədir? Hətta insanın o cihadını da, müsəlmanların o cihadını da səbəb eləyib. O cihad zamanı o götürülən o silahdır, zirehdir, strategiya və s. Onlar hamısı nədir? Bunlar hamısı səbəblərdir. Amma sənin qəlbin yenə də bağlanır Allah. Ona görə bu məsələdə cəm eləmək lazımdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bizi həmişə bu cəm eləməyə çağırır. Bax, başqa hədisdə buyurur ki, bu da Səhih Müslimdə gəlir. 2664-cü hədisdir. Buyurur ki, sallallahu aleyhi ve sellem, İhris alə mə yənfəuk və istəyin billah. Sənin faydan olan işlərə həris ol və Allahdan yardım dilə. Bax, cəm elədi.
Həris ol. Yəni bu dünya malına və s. hərislikdən getmir söhbət. Yəni bir işdə sənə fayda varsa, sənə faydası varsa və ya müsəlmanlara faydası varsa, ailəvə, qardaşıva, dostuva və s. kiməsə faydası varsa bu işin, buna həris ol. Yəni bu işi görməyə çalış. Bu işi əldə eləməyə çalış. Vəstəin billah. Bu işi görərkən də Allahdan yardım dilə. Unutma yəni, Allahın yardımı olmazsa sən onsuz da heç bir şeyə qadir olmazsan. Heç bir şey eləyənməzsən. Adicə görsən, əzan oxunur, gəlib həyyə aləs-salaya gələndə namaza tələsin. Həyyə aləl-fələh, qurtuluşa tələsin, sən la havlə və la quvvətə illə billah. Güc və qüvvət yalnız Allaha məxsusdur. Yəni Allah məni müvəffəq etməsə, o istədiyim, getmək istəyirsən və Allahın çağırdığı, müəzzinin çağırdığı o namaza belə gedənməzsən. Ona görə öz acizliyi etiraf edirsən, deyirsən, la havlə və la quvvətə illə billah. Güc və qüvvət yalnız Allahdandır. Mən istəyirəm, amma müvəffəq eləyən nədir? Allahdır. Ona görə Allaha etmə. Amma yenirsən, oturursan elə yerində, yox, durursan, bismillah, dəstəmaz alırsan, çıxırsan, gedirsən. Bu da səbəbdən tutmaqdır. Ona görə deyir, bax, faydalı olan şey həris ol və Allahdan yardım dilə. Bax, Peyğəmbər sallallahu əleyhi və səlləm hər dəfə evdən çıxanda etdiyi zikir var. Hansıdır o? Bismillah, təvəkkəltu alallah və la havlə və la quvvətə illə billah. Bax, çıxırsan evdən, bismillah, Allahın adıyla, təvəkkəltu alallah, Allaha təvəkkül etdim. Bax, sonrası bax, bura kimi, Allaha təvəkkül etdim. Sonra deyir, və la havlə və la quvvətə illə billah. Güc və qüvvət yalnız Allahdandır. Burada cəm eləyir ikisini, görsən. Allah evdən çıxır, Allaha təvəkkül edir və etiraf edir. Güc və qüvvət yalnız Allahdandır. Yəni Allah müvəffəq eləməsə, mən heç bir işimdə müvəffəq olmaram. İnsan evdən çıxır, hər hansı bir iş üçün çıxır. İnsan mütləq evindən çıxırsa, nəsə bir niyyəti var, nəsə bir əldə etmək istədiyi bir şey var, düzdür? Və Allahın müvəffəqiyyəti olmasa onu bacarmaz. Və sən çıxanda da o etiqadla çıxırsan. Allaha təvəkkül etdim. Bu işimin dalınca gedirəm. Allaha təvəkkül edərək gedirəm. Və həmçinin bilirəm ki, Allah müvəffəq etməsə mən onu bacarmaram. Amma yenə də neysə, sən səbəbdən də tutursan. Səbəbdən tutursan da, evdən çıxırsan, həmən o işin dalınca gedirsən. Və qəlbi də Allaha bağlıysan, təvəkkül edirsən, sonra da etiraf edirsən. Allah müvəffəq eləməsə, mən bu işi bacarmaram. Və Şeyx Abdülmuhsin Al-Abbad Hafizullah buyurur ki, bu hədisdə də nə var? Həmən bu Allaha təvəkküllə yanaşı səbəblərdən tutmağın cəm olunması var. Bu da biz hardan görürük? Bax, Peyğəmbər sallallahu əleyhi və səlləm çəkdiyi misaldan. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Əgər deyirsiniz, Allaha haqqı ilə təvəkkül etsəydiniz, Allah sizi ruziləndirərdi. Necə ruziləndirərdi? Quşu ruziləndirdiyi kimi. Sonra da misalını gətirir. Quş deyir, öz yuvasından ac çıxır, tox qayıdır. Qarnı boş çıxır, qarnı dolu qayıdır. Yəni o qursağı da, quşların o qursağı olmur. Bax, bu quşun yuvadan, burada misal gətirir Peyğəmbər sallallahu əleyhi və səlləm əsli izah eləyir səbəblərdən tutmaq. Quş oturub yuvasında gözləmir. Səbəblərdən tutur. Səbəbdən tutur o quş yuvasından uçur, öz ruzisinin dalınca gedir. Və Allah subhanahu wa ta'ala onu çox rahat yollarla ruziləndirir. Nəyə görə quşu misal gətirir burada Peyğəmbər sallallahu əleyhi və səlləm? Çünki onun ruzi tapması çox asandır. Quşları Allah subhanahu wa ta'ala çox asan yollarla ruziləndirir. Amma yenə də səbəb nədir? Yenə də yuvasından çıxır. Görürsən? Bax, burada ikisini də cəm eləyir Peyğəmbər sallallahu əleyhi və səlləm. Və insan da nə etməlidir? İstənilən bir işində səbəblərdən tutmalıdır. Bədəvi ərəblər deyir ki, ey Allahın Rəsulu, deyir, dəvəni soruşur. Deyir, ətrukuhə və ətəvəkkəl alallah. Dəvəni deyir, buraxım, Allaha təvəkkül edeyim. Yoxsa əqiluhə və ətəvəkkəl alallah. Yoxsa bağlayım, Allaha təvəkkül edeyim. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əqilhə, onu bağla və təvəkkəl alallah. Və Allaha təvəkkül edə. Bu səbəbdən tutmaqdır. Yoxsa mən Allaha təvəkkül eləyənlərdənəm, dəvəni bağlamıram. Bura dəvədir də, bir də başını baxdı, belə getdi. Oğru da oradan getdi, nəminədir, məsələ üçün. Yoxsa mən Allaha təvəkkül eləyənlərdənəm, 100 dənə qoyunu var, meşənin ortasında, elə açıqda saxlayır, nə çoban iti saxlayır, nə şeyi var, bir bağladığı yer var, qoyunlar, canavar gəlib parçalayacaq. Amma bax, çoban itləri səbəbdir, hərə, sürün, sonra onların o qorunan yeri, tövləsi və s. də, məsələn, istənilən bir şey və yaxud da sənin məsəl üçün maşının hər şeyinə baxırsan, düzdür? Səbəblərdən tutursan. Bax, gör necə eyni bizim günümüzdəki misaldır.
Deyir, bağlayım təvəkkülüm, yoxsa buraxım təvəkkülüm. Deyir, bağla, sonra təvəkkül. Qardaş, bağla, qapısını bağla maşının, açarını bağla, orasını bağla, şüşələriniz də bax, sonra təvəkkül elə get. Ondan sonra nəsə olarsa, oğru gələr, nə qədər Allah qorur, nəsə olarsa, bu da qəddər Allah məşəfə deyib təslim olursa. Amma yox, sən açıq saxla, sonra da nəsə olsun, sən deyir, mən Allaha təvəkkül etmişdim, qəddər Allah məşəfə. Allahın qədəri də o. Artıq bu nədir? İhticacu bil qədər deyir bunu alimlər. Qədərdən şey eləmək, qədəri bəhanə gətirmək. Xeyr, bu cür olmaz. Biz bilirik ki, hər şey qədərdəndir, hər şey qədərdə var. Amma səhlənkarlıq edib qədəri sən ehticac edəməzsən, qədəri bəhanə gətirəməzsən. Ona görə də əmanət sahibləri oraya, ortaqlıq, iş və s. Orada baxılır görüm, tutaq ki, bir zərər ortaya çıxdı. Əslində nədir? Baxılır görüm, bu səhlənkarlığından olubmu, yoxsa həqiqətən təbii bir halda olubmu? Təbii bir halda olubsa, heç bir səhlənkarlıq olmayıbsa, o adam məsuliyyət daşımır. Yox, əgər səhlənkarlığından eləyibsə, Allahın qədəridir da, yağış yağdı, istatdı. Məsəl üçün, mebel işinə baxırsan, tutaq ki, material gəlib, yığmalısan sklada da, düzdür? Saxlamısan orada, qara buludlar da oradan gəlir, gedib yatsan evdə. Səhər gəlirsən ki, yağıb yağış, bütün MDF-lər zat pis gündə şişib. O işçi ondan məsuldur. Belə şeylər var yəni. Ona görə də bir səbəblərdən tutmalısan sən. Fəth elədiyimə yerə belə, fəth eləyib, döyüşə girmir. Fəth eləyib, hamısı əllərini qalıb təslimdirlər. Deyirlər, ey Allahın rəsulü, gəl, təslim, Məkkənin sən açarlarını verik, təslimik. Onluğu ilə başında dəbilqə ilə girir. Savaşa gedəndə, Peyğəmbər zaten Uhud savaşında dişi qırılır. Niyə qırılır? Qılınc zərbəsindən o başındakı dəbilqə, o pullar olmur, belə də zirəhdəki pullar. O pul girir ətinə, pul, o belə şey də, zirəhin halqası. O halqa girir ətinə, o dişini qırır. Səbəbi götürmüşdü. Allahın Rəsulü deyir sallallahu aleyhi və səlləm. Görürsənmi? Amma səbəblərdən tuturdu. Bizi də tövsiyə edib səbəblərdən tutmağa. Ona görə qardaşlar bu şeyləri cəm eləmək lazım. Ona görə kim ki bugün bax bu məsələdə bir neçə tayfalar formalaşır. Bəziləri heç bir səbəbdən tutmur. Deyir, mən Allaha təvəkkül eləyənlərdənəm. Hətta səfərə çıxanda belə Allaha təvəkkül eləməyib əli boş gibi boş gedir. Bu təvəkkül deyil qardaşlar. Ona görə bir gün səfər eləməsə İmam Əhmədə gəlir. Deyir ki, İmam, mən deyir, həccə gedirəm. Amma Allaha təvəkkül edirəm, özümdən heç nə götürmürəm. Deyir, onda deyir, kərvandan aralda get, tək get. Tək get. Ad deyil. Deyir, yox, mən kərvanla gedəcəm. Deyir, onda sən onların xurcunlarına təvəkkül eləmirsən, Allaha yox. Allaha təvəkkül eləməmisən sən. Sən, mən götürmürəm heç nə özümdən. Nə pul, nə şey. Orada sən gedərsən, orada da sən ac göstərirlər ki, sən orada. Deyəsən, qədəsən də bizlə götürmür. Yəni, məsələ bilsən nədir? Bax, görsən incə məqamlar. Bax, bu dəqiqədə, yəni, bu cür Şeyx Abdurrazaq deyir bunu. Deyir ki, yəni, şey məsələləri var. Bəzi insanlar bu tərəfdən haqdan sapıb, deyir, mən təvəkküləm, heç bir səbəbdən tutmur. Təvəkkül edirəm. Və yaxud da başqalarına deyir, təvəkkül elə də, deyir, təvəkkül elə. Biri gəldi, qardaş, filan ehtiyac var, bax, filan kəsib belə bu iş görülməlidir, falan belə. Təvəkkül eləsin də, Allah təvəkkül eləsin. Təvəkkül elə. Qardaş, onda sən də təvəkkül elə. Heç əlvi atıb bu kişmişi ağzına ötürmə, çayı da içmə. Təvəkkül elə, Məryəm anamızı necə mələklər gətirmişdi. İstisna hallar olur da. Mələk gələr, Allah istəsə, əgər sən heləm, Allah istəsə sənə mələk də göndərər, ruz da göndərər. Övlad da, heç evlənmə. Övlad istəmirsən, evlənmə qardaş. Allah istəsə sənə övlad verəməz, verər. Ya, belə yanaşma düzdür, amma evlənmək səbəbdir. Evlənmək təvəkkülü zidd deyir ki, əksinə, evlənmək elə təvəkkülə bağlıdır. İnsan evlənir və Allaha bununla təvəkkül edir övlad olması üçün. Çünki səbəbdən tutur. Allah Subhanahu çünki bunu bizi səbəb olaraq qoyub. Səbəbi də yaradan Allahdır. Onu təsirini də yaradan. Bax, bir var səbəb, bir də var onun təsiri. İkisi də Allahın idarəsi altındadır. Bax, İbrahim əleyhissalamı atdılar oda, amma yandırmadı. Od nədir? Yandırır. Səbəbdir, yandırmaq üçün. Təsiri nədir? Yandırmaq. Allah istədiyi zaman onun təsirini aradan qaldırır. Yandırmır. Deyir ki, İbrahim əleyhissalam üçün bərdən və sələmə, soyuq və salamat ol. Alimlər deyir ki, hətta deyir, Allah azza və cəllə onu salamat deməsə, sadəcə soyuq desəydi, İbrahim əleyhissalam odun soyuqluğundan əziyyət çəkərdi. Söhbətə bax. Yəni ki, bu səbəblərdir, bunun təsirləridir. Bunlar hamısı Allahın idarəsi altında. Sən evlənirsən, səbəbdir.
Onu təsirli edən, sənə övlad bəxş edən Allahdır. El adam evlənir 10 il, 15 il övladı olmur. Sonra birdən-birə 200, 300 olur uşaqlar. Allah da onu verən. Bəzi insanlar da, məsəl üçün, burada ikinci tərəfdə xəta edirlər. Ancaq tutunduqları səbəblərə etimad eləyirlər. Allaha təvəkkülü artıq unudur. Tutunduğu səbəb mən işləyirəm, qazanıram, mən eləyirəm, mən. Allaha təvəkkülü, müvəffəqiyyətin Allahdan olduğunu, ruzinin Allahdan gəldiyini unudur. Bu iş olmasa, deyirəm, o iş haramdaxı da olmaz. O olmasa mənim uşaqlarım acına. Artıq nədir? O işə etimadını o işə eləyib. O məsələyə eləyib. Ona görə orta yol, əlhamdülillah. Əhl-i sünnə və cəmaət bu orta yoldur. Allaha təvəkkül eləyir, səbəblərdən tutur. Övlad istəyir, əlhamdülillah evlən. Evlən. Bu övladın olması üçün səbəbdir. Onunsa övlad olmadı, tutaq ki, gecikdi. Dua elə Allaha. Dua elə Allaha, sənin üçün xeyirlisi olan yetişsin, nəsib eləsin. İstənilən bir məsələdə. Həm səbəblərdən tut, həm də Allaha dua elə, təvəkkül elə, qəlbi və Allaha bax. Ona görə bax, insan qəlbini heç bir səbəbə bağlamamalıdır. Əzalara gəldikdə, əzalar da həmən o təvəkküllə bağlı olaraq səbəblərdən də tutmalıdır. Bütün səbəblər, istənilən bir şey, istənilən məsələ olsun. Məsəl üçün, bax, günəş yandırır, düzdür? Günəşin qızğın vaxtlarında keçirsən kölgəliyə. Bu səbəbdən tutmaqdır. Amma sən denə ki, mən Allaha təvəkkül edirəm, çıx Saudi Ərəbistan kimi bir yerdə, səhranın altında, günəşin başında da heç nə olmasın, yarım saatdan sonra salam aleykum. Məsələn, sənin qarşında kimsə var, heç vaxt onunla Rəbbi arasına qarışma. Yəni, sən məsəl üçün görürsən, bu hansı səbəbdən durur, bunun təvəkkülü zəif deyil, sən bu. Qardaş, bəlkə o səbəbdən tutur. O qəlbin bir məsələdir, necə ki, nifaq gizlidir, nifaq, bilmirsən nifaqı, iman qəlbdədir, küfür qəlbdədir, əsas mənbəyi və bu təvəkkül məsələsi də qəlbdədir. Sən insanların təvəkkülünü ölçən çıxmamısan və yaxud da kimisə təvəkkülünü hesablayan çıxmamısan ki, onun təvəkkülü zəifdir, bunun təvəkkülü güclüdür. Sən sadəcə tövsiyə edirsən, qardaş. Allaha təvəkkül eləmək lazımdır, səbəblərdən tutmaq lazım. Ona görə kimsə səbəbdən tutursa onu qınamaq olmaz və yaxud da ki, kimsə ittiham eləmək olmaz ki, onun təvəkkülü zəifdir. Sən hardan bilirsən təvəkkülü? Qəlbi bir məsələdir. Ona qalsa, məsəl üçün, bunlar hamısı düşməndən qorunmaq üçün qalalar. Qalalar. Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında suğurlar, mühafizəçilər, onların savabı, bax, əskərlər var, postda duran. Onların böyük savabları var, əcirləri var. İbn Rəcəb rahimehullah buyurur, deyir ki, təvəkkülün də həqiqətidir, nədir? Qəlbin sadiq bir şəkildə Allaha etimad etməsi və zərərləri dəf etmək və faydaları əldə etmək üçün, cəlb etmək üçün səbəblərdən tutmaq. İstər dünyavi məsələlərdə olsun, istər axirət məsələlərdə olsun. Bax, dini məsələlərdə də, dünyavi məsələlərdə də bu aiddir. İkisinə neysən? Səbəblərdən tutursan. Və hamısında da, yenə də, hamısında da nəticədə Allaha təvəkkül edirsən. Allaha yönəlirsən, qəlbivi ona bağlayırsan. Niyə görə? Çünki sən iman edirsən ki, yəqin bir şəkildə Allahdan başqa verən yoxdur. Allah əgər bir şeyi sənə vermək istəsə, onun qarşısını ala bilən yoxdur. Allah bir şeyi sənə əngəl olsa, onu sənə verən ola bilməz. Əgər ona görə sən bilirsən ki, zərər də Allahdandır, sənə gələn zərər də Allahdandır, Allah istəməsə gəlməz, fayda da Allahdandır və ona görə sən neysən, səbəblərdən tutursan, qəlbivi Allaha bağlayırsan, Allaha etimad eləyirsən. Və uca Allahdan deyirəm ki, bizlərə eşitib faydalardan etsin. Allah subhanahu ta'ala bizləri həqiqəti, həmən bu təvəkkülün, imanın həqiqətini anlayıb yaşamağa bizlərə müvəffəq eləsin. Və Allah subhanahu ta'ala bizi ona haqqı ilə təvəkkül edənlərdən etsin. Allahumma amin. Və subhanəkə Allahum həmdik və əşhədu ən la ilahə illə ənt əstəğfiruka və ətubu ileyk.